Salam mənim əzizlərim, 2026-cı il qız bürcü ilə davam eləyirik. Qız bürcünü 2026-cı ildə məsləhət, ətraf çevrəni azalt, yarımçıq qalan problemləri tamamla və yerini möhkəmlət. Planetlərin tranzitlərinə baxırıq. Bilirsiniz ki, 23 avqustdan 22 sentyabra qədər qız bürcünün ayıdır. Günəş qızda olur. Yeni başlanğıclar, sağlamlıq, iş, gündəlik rejim ön planda olacaq. Özünü toparlamaq, ilin ən balanslı və güclü dövrü sayılır sizin üçün. 1 yanvardan 30 iyuna qədər Yupiter xərçəngdə olacaq. Sosial çevrə, dostlardan dəstək, arzuların reallaşdırılması üçün yaxşı dövrdür. Ümumiyyətlə, qız bürcləri, əgər arxa dayaq varsa bu il, dəstək varsa, bu il onlar üçün çox uğurlu, şanslı dövr olacaq. 30 iyundan 22 iyul 2027-ci ilə qədər Yupiter şirdə olacaq. Köhnə mövzular bağlanacaq, ruhən təmizlənmə, böyük planlar olacaq. Gizli hazırlıq planı gizli getməlidir. Zaten plan həyata keçəndə hamının xəbəri olacaq. Öncədən xəbərləri olmağının heç bir sizə faydası yoxdur. Saturn münasibətlər imtahanı yaradacaq. Etibar yoxlanılacaq, psixoloji yüklənmə ola bilər. Amma Saturnun Qoçda olmağının 2 fazası var. Onları diqqət edirik. 15 fevraldan 10 aprelə qədər, 20 avqustdan 15 noyabra qədər. Bu tarixlərdə riskli maliyyə qərarlarından uzaq olmalısınız. 1 yanvardan 26 yanvara qədər Neptun balıqlardadır. Münasibətlərdə aydınlıq dövrüdür sizdə. Sonra ilin sonuna qədər Neptun Qoça keçir. Görürsünüz, Qoçda olan planetlərimiz çoxdur. Mart-sentyabr aylarına diqqətli olun. Bu aylarda aldanma riski ola bilər. Gizli münasibətlər aşkar ola bilər. Yəni, bu aylarda ehtiyatlı olun. Pluton il boyu dolçada olacaq. Bu sizə nə verir? İş mühiti, iş dəyişikliyi, sağlamlıq vərdişlərinizi dəyişəcəksiniz. Biraz məsuliyyət yüklənə bilər, yük artımı ola bilər. Uran, karyera statusa təsir edir, bilirsiniz, evinizdədir. İl boyu Uran əkizlərdə olacaq. Karyera sahəsində gözlənilməzliklər olur. Anidən iş dəyişikliyi ola bilər. Anidən vəzifə yüksəlişi ola bilər. Anidən yön dəyişdirə bilərsiniz. Tamamilə fərqli bir sahədə işə başlaya bilərsiniz. Texnologiya sahəsində uğur qazanacaqsınız. Yəni, sosiallaşacağınız bir ildir. İyun, dekabr ayı sizin üçün çox uğurludur. Gəlin indi baxaq. Kartlar bizə ayba-ay qızlar üçün nə vəd eləyir? Qız bürcündən olanlar üçün nələr gözləyir? Yanvar ayı. Fərqindəliklərin olduğu aydır. Sosial çevrə aktivdir. Dəstək alacağınız bir aydır. Ay olaraq çox yaxşı aydır. Yəni ki, dəstək alırsınız, planlarınızı formalaşdırırsınız, həyata keçirirsiniz, yəni mümkün edə bilirsiniz. Və fərqinə varırsınız artıq. Fərqinə varırsınız ki, sizə dəstək olanlar kimdir, sizin yanınızda olanlar kimdir. Ünsiyyət baxımından, layihələr baxımından çox yaxşı aydır yanvar ayı. Fevral ayı. Fevral ayında bilirsiniz ki, Saturnun təsiri var. Bizə aşırı baskı və məsuliyyət yükləyir. Və qız bürcü də bilirsiniz də, yəni məsuliyyətlərində birincidir. Maliyyə münasibətlərində biraz gərginlik ola bilər. Yəni, kompromisə gəlmək, yavaşlama, planetlərin tranzitinə baxanda bu maliyyə sahəsində olacaq. Sakitçilik, risk etməli ay deyil. Fevral ayında heç nə üçün risk etmirik. Mart ayı. Mart ayı. Mart ayı yeni başlanğıclar edə bilərsiniz. Amma Neptunun təsiri var. Aldanma riski var. Hisslərinizə güvənin. Böyük qərarları ertələyin. Aprel ayı. Balansı qorumalısınız. Çünki psixolojik yük arta bilər. Dincəlmək istəyi ola bilər. Yəni, tənbəllik etməyin heç nə üçün. Maddiyyatla bağlı planlar yenidən qurulur. Artıq yetişib vaxtı. Yenidən planlar qurulmalıdır. May ayı. Səbirli olmalısınız. Sizin üçün əslində may ayı rahatlama ayıdır. Səbirli olmalısınız. Planlarınız təhsil, səyahət, yeni ideyalar. Amma səbirli olmalısınız. Sizin üçün rahatlama dönəmidir. Problemsiz, xoş keçəcək. İyun ayı.
İyun ayı. Çox gözəl. Sosial mühitdə canlanma olacaq. Özünüzü nədənsə günahkar hiss eləyə bilərsiniz, yorğun hiss eləyə bilərsiniz. Dincəlmə ehtiyacınız ola bilər iyun ayında. Və hər şeyi axışına buraxın. İyul ayı. İyul ayında sanki sizin üzərinizdə nəzarət artır. Sağlamlığınıza fikir verin. Hisslərinizə güvənin iyul ayında. Öz dincəlmə modunuza keçin. Dincəlmək ehtiyacınız var. Sakit ay olacaq. Çiçəklənmə ayıdır. Sizin üçün. İşləriniz əslində gedir. Amma arxa planda gedir. Avqust ayı. 23 avqustdan bilirsiniz ki, Günəş Qız bürcünə keçir. Avqust ayı sizin üçün cəsarət, özünə inam, təcrübələrdən yararlanmaq, keçmişi geridə qoyub yeni yol, çox güclü başlanğıc eləyə bilərsiniz. Baxın, güclü başlanğıc, həm cəsarət, təcrübədən yararlanmaq, keçmişi geridə qoymaq və yeni başlanğıc, güclü başlanğıcdır bu özdə. Sentyabr ayı. Sentyabr ayında sevgi həyatınızı nizamlamalısınız. Sizdən sevgi əsirgəyən, az sevgi verən, sevgi xəsisi olan insanları fərqinə varırsınız. Düzdür, bu sizi biraz üzə bilər. Stresə diqqət etməlisiniz sentyabr ayında. Sağlamlığınıza diqqət etməlisiniz. Ancaq bəsdir də, yəni bu qədər fədakarlıq etdiniz. Fərqinə varın. Oktyabr ayı. Oktyabr ayı Qız bürcündən olanlar üçün iş dəyişikliyi ola bilər. Bir şeyin bitməyi, bir şeyin tamamlanmağı, tam dəyişim, transformasiya və bu intensiv olacaq. Çünki Plutonun böyük, güclü təsiri var. Dönüş ayıdır. Gərgin ola bilər, amma sizi çox gücləndirəcək. Mühitinizi dəyişirsiniz, tamamlayırsınız, nələrsə bitirirsiniz. Amma bu sizin yaxşılığınızadır. Yeni bir sən olmağınız üçün. Noyabr ayı. Noyabr ayı hər nə olursa olsun nəticəsi olan bir aydır. Nəyə əl atsanız nəticəsini əldə edə bilərsiniz. Özünüzü biraz tək hiss eləyə bilərsiniz. Biraz yükün çox olduğunu hiss eləyə bilərsiniz. Yəni ki, əlinizdə olanların fərqinə varmaya bilərsiniz. Amma sizin həyatınızda günəş doğacaq, hər şey yoluna düşəcək. Yəni atdığınız hər bir addım uğurlu olacaq. Dekabr ayı. Dekabr ayı yaradıcılıq ayıdır sizin üçün. Sevgi, yaradıcılıq, istirahət, səyahət gözləyir, istirahət gözləyir. Daimi rahatlıq və balans var. Tamamlanma enerjisi. Yəni bu il sizin üçün 2025 kimi olmayacaq. 2025-ci il qız bürcləri üçün çox çətin il oldu. 2026-cı il ona baxanda çox yüngül il olacaq. Demək olar ki, ilin 6 ayı sizin üçün çox uğurludur. Ona görə avqust-sentyabr ayı sizin güclü olduğunuz aydır. Fevral-mart ayına fikir verməlisiniz ki, maliyyə məsələlərinə, yəni ki, aldanma riski olmasın. Oktyabr ayı iş, sağlamlıq baxımından çox dönüş ilidir. İyul ayında mütləq istirahət eləyin, istirahət düşür sizə. Belə. İl boyu səbirli olsanız çox düşərli il olacaq sizə. Ümid edirəm 2026-cı il sizə uğur gətirər. Gəlin baxaq 2026-cı ildə mələklərin qız bürclərinə mesajı nədir? Çox xoş zamanlar keçirəcəksiniz. Hər nə olursa həyatınızda xeyirliyə doğru olacaq. Çox xoş niyyətlisiniz. Nə addımlar atsanız doğru yoldasınız. Özünüzə inanın, gücünüzə inanın. Siz hər şeyin ötəsindən gələrsiniz. Bu qədər mənim əzizlərim. Qoy bu 2026-cı il qız bürclərinə uğur, şans, bol ruzi və sevgi gətirsin. Sağ olun.